Mağazadakı diyet şirniyyatları diyet şirniyyatlar adlandırmaq olmaz. Diyet sözü ümumilikdə, yəni bilirsiniz, onlar hansı haqla, kimlər tərəfindən, hansı standartlara uyğunlaşdırılaraq diyet adını alıbdır? Nə ilə? Nə ilə? Diyetik anlayışı bilirsiniz nədir? Bilirsiniz diyetik nədir? Xiyar. 100 qramında 16 kalori var. Diyetik bilirsiniz nədir? Brokoli 100 qramında 30 kalori var, 32 kalori var. Kələm 25-28, kök 26-22 kalori var 100 qramında. Amma sizin diyetik adlandırdığınız şirniyyatların həmin o mağazalarda satılan hər birinin 400 plus kalorisi var. 100 qramında tərkibində şəkər olsun, şəkər əvəzedicisi əlavə edilsin, şəkər yerinə fərqi yoxdur. Hər birinin 400 plus 100 qramında kalorisi var və mənim üçün onlar diyetik sayılmırlar. Çünki ondan 100 qram yeyəndə siz 400 kalori alırsınızsa, kökdən 100 qram yeyəndə 26 kalori alırsınızsa da, bu iki məhsul arasında diyetik olan hansıdır? Bunlar mənim üçün diyetik deyil. Çünki bunları diyetik bilib, ondan sərhədsizcə istifadə edən bir insanlar topluluğu var. Elə bilirlər ki, diyetikdir, bu məni kökəltməz. Niyə qardaş, niyə diyetikdir? Nə bilim, içində şəkər yoxdur. Şəkər yoxdur, tamam, yağ var. Şəkər yoxdur, karbohidrat var. Yəni, içində şəkər olmamağı, onun içində karbohidrat olmamağı demək deyil. Başa düşürsünüz? Sıfır karbohidrat yoxdur ki, sıfır şəkər var. Karbohidrata baxın, elə yediyiniz o steviyalı şokolad var. 24 qram, 25 qram tərkibində karbohidrat var. Olmaya da bilməz. Amma sıfır şəkər var. Nə olsun ki? 424-440 kalori arası tərkibində kalori var o şokoladların. Ona görə də çox xahiş edirəm, düzgün yanaşın, oxuyun. Siz bilirsiniz, mən bilmirəm, Siz əmin o məhsulları əgər alırsınızsa da, bilməkdən ötürü məhsulu götürüb çevirməyiniz yetərlidir. Oxumağınız da mı yoxdur? Oxuma yazma da mı yoxdur? Var. Varsa da öyrənə bilərsiniz. Öyrənmirsinizsə də günah sizdədir.